Salam değerli izleyiciler. Doğma yurdumuz Kəlbəcərdən sizləri salamlayıram. İşğaldan azad edilən yurd yerlərimiz Kəlbəcər rayonu hal-hazırda yenidən abad olunur. Abadlıq, quruculuq, bərpa işləri sürətlə davam etdirilir. Cənab Prezidentin tapşırığına əsasən yurd yerlərimiz yenidən bərpa edilir, yenidən abadlaşdırılır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah Azərbaycanımızı qorusun. Əskərimizi, zabitimizi qorusun. Abad olan yurd yerlərimiz Kəlbəcər torpağı. Hal-hazırda rayonumuzda tikinti, quruculuq, bərpa işləri davam etdirilir. Qarşı tərəfdə məktəbdir. Digər binalar yaşayış evləridir. Kəlbəcər şəhərindən görüntüləri görürsünüz. Şəhidlərimizin ruhu şad olsun. Tanrı Azərbaycanımızı qorusun. Bugün mənfur düşmənlərimiz tərəfindən talan edilən yurd yerlərimiz görürsünüz. Necə talan edilib, yandırılıb evlər. O dağıdılan evlər, dağıdılan yurd yerlərimiz yenidən bax bu cürə nəfis şəkildə Cənab Prezidentin tapşırığına əsasən yenidən qurulur, abad edilir. Kəlbəcər təbiətinin özünə məxsus gözəlliyi var. Bugün Kəlbəcərdə inşa edilən binalar da fərqli bir dizaynla, fərqli bir gözəlliklə inşa edilir. Kəlbəcərdə öz ilk sakinlərini gözləyən yaşayış evləri və məktəb binası. İnşallah ki, bu məktəb binasında bizim Kəlbəcərlidən olan balalarımız, övladlarımız, Kəlbəcərli şagirdlər təhsil alacaq. Onlar vətənimizə, millətimizə, dövlətimizə xeyirli bir övladlar olacaqlar. Allah Azərbaycanımızı qorusun. Bugünü bizlərə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Kəlbəcər, dəyərli izləyicilər, dəyərli dostlar, sizləri bir daha doğma Kəlbəcərimizdən salamlayıram. Kəlbəcərdən sizlərə qucaq dolusu salamlar göndərirəm. Abad olan yurd yerlərimiz Kəlbəcər. Müasir standartlara cavab verən yollar, binalar, evlər tikilir Kəlbəcərdə. Kəlbəcər yenidən dirilişini yaşayır. Var olsun Azərbaycanımız, var olsun Ali Baş Komandanımız, var olsun Azərbaycan əskəri. Bugün sərhədlərimiz əmin əllərdədir. Tanrı bu zəfəri Azərbaycanımıza çox görməsin. Mən inanıram, ümid edirəm ki, yaxın gələcəkdə belə çəkilişləri, belə paylaşımları biz Göyçə mahalından, Zəngəzurdan edə biləcəyik. Tarixi Azərbaycan torpağı olan İrəvandan edəcəyik. Xalqımızın birliyi sayəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə yeni zəfərlərə imza atmaq diləyilə əziz izləyicilər, əziz dostlar, qardaş və bacılar. Doğma yurdumuz, abad olan Kəlbəcərimizdən sizləri bağrıma basıram, öpürəm. Allah Azərbaycanımızı hər zaman var etsin. Bayrağımız daim uca olsun. Tanrı bu birliyi pozmasın.
Yaradan özü bir daha düşmənlərimizə fürsət verməsin. Allah'a emanet olun dostlar. Yeni görüşlərə qədər.